Deyirəm, sıxıcı insanlar var dünyada. Kimsə ilə yarış alanda olmayan, öz yağında qovrulan, heç kəsin xoşbəxtliyində gözü olmayan, kiməsə ürəyində kiçicik kin saxlamayan. Ancaq öz yolu ilə gedən, hədəfi öz dünyasını daha gözəl etmək olan insanlar. Bax, onlardan biri də mənəm. Sıxıcı insanlardan daha birisi mən. Əslində artıq mən də sıxılmışam. Başqalarının yolunda başqaları üçün addımlamaqdan, verilən sözlərin tutulmamasından, sözlə var olan amma davranışda yox olan sevgilərdən, əsirgənən hörmətdən, özünü yetişdirməmiş insanlardan və səmimiyyətsiz səmimiyyətdən. Məgər insan yaşı artdıqca anlayırmış sakitliyin, öz aləmində olmağın dəyərini. Artıq bunun verdiyi huzurun içində atıram addımlarımı. Kiməsə heç nə vəd etmirəm. Heç kəsdən də heç nə gözləmirəm. Əslində bu bir tükənmişlik deyil. Sadəcə bir oyanışdır. Bundan sonra ancaq öz huzurum, öz xoşbəxtliyim. Çünki canım yananda nə mənim qədər ağladınız, nə də mənim qədər yandı canınız. Artıq özümü başqalarına sübut etmək, nə də sevdirmək üçün fırtınalar qoparmıram. İstəyən onsuz da istədiyini düşünür, mühakimə edir və qərar verir. Mənim insanlarla müharibəm çoxdan bitib. Və bu məğlubiyyət deyil. Əslində bu doğrularla üz-üzə gəlməkdir. Barışmaqdır. Sadəliyin, sakitliyin və huzurun qapısını açan səssiz bir dönüşdür. Özünə, ruhuna, gerçəyə. İnsanlar üçün boşuna xərclənən nəfəsimə, qursağımda qalan həvəsimə və məni üzməkdən başqa heç nəyə yaramayan bütün cəhdlərimə əlvida. Və yeni özümə salam olsun. Çünki bu dəfə başqasının hekayəsində bir səhnə olmaq istəmirəm. Bu dəfə öz romanımın baş qəhrəmanıyam. İçində sükut olan, amma ruhu çiçəklənən bir həyat seçirəm. Qırılıb parçalanmaqdan bezmiş qəlbimə İndi yalnız sevgi, səbir və xoşbəxtlik yaraşır. Bundan sonra məni anlamaq istəməyənlərin yox, məni hiss edənlərin yanındayam. Ən gözəl başlanğıclar insan özü ilə barışanda başlayar.